Mən deyərdim ki, əlbəttə Azərbaycan Avropa üçün bir neçə istiqamətdə vacibdir, həm də dünya birliyi üçün Azərbaycan ona görə vacibdir ki, bizim ölkəmiz həm də təhlükəsizliyin istehsalçısıdır və belə ölkələrin sayı bir o qədər də çox deyil. Və o cəhətdən də biz görürük ki, son dönəmdə biz faktiki olaraq Cənubi Qafqaza yenidən nəfəs verdik. Yəni bu sülh nəfəsindən gedir söhbət. Çünki uzun sürən, 30 ilə yaxın sürən qarşı durma, əvvəlcən qaynar müharibədə, sonra soyuq müharibə, nəhayət ikinci Qarabağ müharibəsi demək olar ki, uzun sürən bu qeyri-müəyyənliyin sonunu bizə artıq bəxş etdi və biz öz sözümüzü deyərək müharibənin demək həllini təmin etdik. Bəyərzim, mən istərdim elə ilk növbədə sizi biz dinləyək. Yəni Azərbaycan artıq biz görürük, istəyir Avropa Siyasi Birliyinin samitləri olsun, təhlükəsizlik konferansları olsun, digər zirvə toplantıları və hamısında biz iştirak edib və bir qayda olaraq Azərbaycan lideri ora xüsusi dəvətlərlə artıq çağırılır və bu da əlbəttə ki, bizim həm öz ölkəmiz üçün başucalığı gətirən bir şeydir. Digər tərəfdən də biz görürük ki, məhz sayılan, seçilən siyasətçilər o xadimlərdir, o dövlət rəhbərləridir ki, onlar faktiki olaraq ən qızğın, ən qaynar çağırışlara artıq cavab verə bilirlər, tutarlı cavablar tapırlar. Və ona görə də bizim demək olar ki, ölkəmizin də, liderimizin də renoməsi həddən artıq yüksəkdir. Bax, bu konferansda bizim sözümüz təbii ki, eşidiləcək. Amma əsas trendlər hansıdır və onlara biz hansı tərzdə cavab verə biləcəyik? Təşəkkür edirəm, Tofiq müəllim. İcazənizlə əvvəlcə mən ana televiziyamızın 70 illiyi münasibəti ilə hər kəsi, televiziyanın bütün əməkdaşlarını rəhbərliyindən, texniki heyətə qədər təbrik edeyim. 70 illik fəaliyyəti boyu onun 60 ilindən artığı ulu öndər ideyalarının birbaşa təsiri altında və ulu öndərin rəhbərliyi altında Azərbaycan informasiya siyasətinin, Azərbaycan dövlətçiliyinin, milli məfkurənin, Azərbaycan dilinin qorunması istiqamətində həmişə televiziyamız mühüm rollardan birini oynayıb. Təşəkkür. Bugün biz dünyada yeni təhlükəsizlik arxitekturasından danışırıqsa, heç şübhəsiz ki, bu prosesdə Münxen Təhlükəsizlik Konferansının adını mütləq qaydada çəkməliyik. 63-cü ildən biraz öncə qeyd etdiyimiz kimi konferans keçirilir. Əvvəlcə xaraktericə başqa idi, amma zaman keçdikcə necə ki, münasibətlərin xarakteri dəyişir, bu konferansın hədəfləri və kütləsi də kifayət qədər köklü surətdə dəyişib. Bugün dünyada az saylı Azərbaycan kimi dövlətləri var ki, qlobal trendlərin artıq alətinə yox, qlobal trendlərin yaradıcısına çevrilib. Dünyanın hədəfi nədir? Daha təhlükəsiz bir mühitə nail olmaq. Azərbaycan bu təhlükəsiz mühiti özü yaratmağa nail olub. Cənubi Qafqazda 30 ildən artıq davam etmiş, üstəlik yalnız iki ölkə arasında münasibətləri əhatələməyən, çox saylı iri güclərin birbaşa maraqlarının təmini üsuluna çevrilmiş bir münaqişəyə Azərbaycan prezidenti öz gücümüz və öz qətiyyəti hesabına son qoydu. Üstəlik, münaqişələrə dünyada bugün çox istiqamətlərdə son qoyula bilir, amma bu adətən müvəqqəti xarakter daşıyır və daha güclü münaqişələrin davamı üçün əsas olur o fasilələr. Amma Azərbaycan prezidenti bugün yaxın perspektivdə və uzaq perspektivdə münaqişənin yenidən alovlana bilmə ehtimallarını da aradan qaldırmaqla, o cümlədən separatizmə son qoymaqla, bu bölgədə qeyri-praqmatik maraqlar güdən, imperialist maraqlar güdən qüvvələri tam neytrallaşdırıb, bölgədən kənarlaşdırmaqla elə bir periodan əsasını qoyub ki, artıq bu bölgə demək olar ki, uzun əsrlərdən sonra dayanıqlı sülhə, sabitliyə artıq çatıb. Cənab Prezidentin elə televiziyalara, yerli televiziyalara Münxendə verdiyi müsahibədə də ifadə olunduğu kimi bizim bir hədəfimiz var, sülhə nail olmaq bu bölgədə, nəhayət dayanıqlı sülh olsun və proseslərin gedişi də onu göstərir ki, bəli, Azərbaycan Prezidenti istədiyinə nail olub və nəhayət bölgə xalqları sülh şəraitinə, de facto sülh şəraitində biz yaşayırıq, hüquqi cəhətdən təmin olunmuş sülhə tam mənada yaxınıq, bunun tam şəkildə realizəsinə yaxınıq. Münxen Təhlükəsizlik Konferansının bugün kifayət qədər ciddi məqsədləri var. Qeyd etdiyimiz kimi, dünya artıq yeni çağırışlar qarşısındadır. Əgər əvvəlləri yalnız enerji müharibələri, enerji istehsalçıları və enerji yataqlarına malik, mənbələrinə malik dövlətlərə münasibətdə siyasətlərin konfigurasiyası daha çox maraqlı idisə, bugün artıq istiqamət xeyli dərəcədə dəyişib. Bugün artıq bildiyimiz ənənəvi o enerji mənbələri ilə yanaşı elektrik enerjisinə yanaşma xüsusi dəyişib. Bugün yaşıl enerjiyə yanaşma xüsusi dəyişib. Bugün istəsək də, istəməsək də beynəlxalq hüququn
alətləri faktiki olaraq dəyişib. Bugün güc və hüquq arasında tam yeni balans tapılması istiqamətində ciddi səylər var. Bugün süni intellekt artıq cəmiyyətə bərabər bir cəmiyyətin qurulması edəndə dünyanın qarşılaşdığı problemlər fonunda təhlükəsizlik problemləri, enerji problemləri, terrorla mübarizə, siyasi qarşıdurmalar, çünki indi siyasi qarşıdurmalar heç də Münxen Təhlükəsizlik Konferansının yarandığı, fəaliyyətinə başladığı o hərbi elmi görüş formatında yaranmışdı da. O dövrdəki soyuq müharibədən heç də zəif deyil. Əksinə, daha hibrid formada bugün soyuq müharibə davam edir və daha köklü formada davam edir. Belə bir məqamda dövlətin əziyyət çəkmədən, proseslərdən zərər görmədən kənarda qalması bir sözün əsl mənasında nailiyyətdirsə, bu prosesdə dövlətin aparıcı fiqura keçməsi, çevrilməsi və həmin dövlətin liderinin arzu olunan natiq kimi qəbul olunması, ustad dərsi keçəcək bir lider kimi qəbul olunması, bu özlüyündə çox ciddi bir nailiyyətdir. Azərbaycan prezidenti bugün Münxendə arzulanır, onun yaratdığı modul, onun yaratdığı format bir mənalı şəkildə çoxları tərəfindən istifadə olunmağa çalışır və bu mənada biz daha çox bugün Münxendə orada iştirakçı kimi yox, daha çox mühazirəçi kimi iştirak edirik və bu da təbii ki, qürur duyuruq. Bəs müəllim, münasibət bildiriniz zəhmət olmasa, yəni biz diqqətlə dinlədik indi prezidentimizin də çıxışını, Avropa komissarının da və burada mən bir şeyə diqqət yetirdim. Avropa komissarı xanım Marta Kas birinci çıxışında dedi ki, biz mentaliteti dəyişməliyik, mentalitetimizi dəyişməliyik ki, artıq yəni gündəmdə olan məsələlərə yeni baxışla yanaşaq. Biz elə adətən bu məsələni həmişə gündəmə gətirdik Azərbaycan olaraq. Çünki bizim ilk növbədə səsləndirdiyimiz təşəbbüslər, bizim təkliflərimiz bir növ belə səthi bir formada nəzərə alınırdı. Amma biz elə məhz onu tələb edirdik ki, siz hamınız, istəyir Avropa İttifaqı olsun, istəyir qonşu dövlətlər olsun, istəyir Çin olsun və s. Biz onu gözləyirdik ki, məhz bizim fikirlərimizə, təkliflərimizə işgüzar bir münasibət olsun. Və mənə elə gəlir ki, artıq iş işdən keçəndən sonra indi həm Avropalılar, həm də digər figurantlar da onlar yavaş-yavaş anlayırlar ki, bəli, rəsmi Bakının dediyi sözlər, çağırışları faktiki olaraq vaxtında və yerində səslənmişdi. Amma siz bir qədər gecikmişsiniz. Necə düşünürsünüz? Bax, belədir vəziyyət yoxsa yox? Çox doğru və çox lazımlı bir istiqamətdən başladı sualı. Cənab Prezidentin bütövlükdə həm nitqinə diqqət edək, eyni zamanda bütövlükdə dünyada siyasi leksikona fikir verək, ayrıcı xətt ifadəsi. Cənab Prezident dəfələrlə ifadə edir ki, bu ayrıcı xətlərin dərinləşməsidir. Avropanın, Amerikanın vaxtı ilə həyata keçirdiyi siyasətlər ayrıcı xətləri dərinləşdirir. Sanki yeni bir ayrıcı xətlər qoyulur. Azərbaycan bununla mübarizə aparırdı ki, xalqlar arasında, dövlətlər arasında BMT məqsədlərinə uyğun davranmaq lazımdır. BMT-nin əsas məqsədlərindən biri. Elə nizamnamə başlayanda yazılmağa həm preambulasında, həm nizamnamənin əvvəlində xalqların, dövlətlərin əməkdaşlığından danışırıq biz. Bəs mən çox üzr istəyirəm, sizdən operativ bir məlumatımız var. Demək, bu günləri artıq Münxendə Prezident İlham Əliyev Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla görüşüb və indicə biz o kadrları gördük. Bəli, buyurun, davam edin fikrinizi. Və digər tərəfdən Azərbaycan həmişə dövlətlərin əməkdaşlığı prinsipinə bir mənalı şəkildə gələcək təhlükəsizlikdən, digər təhdidlərdən qorunmaq üçün ən əsas istiqamət kimi baxıb. Belə olan təqdirdə uzun müddət ərzində bizim mübarizəmiz bax, bu ideyaların realizəsi idi. Belə olan təqdirdə bugün artıq Avropanın mərkəzində, Avropanın siyasi o istiqamətlərinin, yol xəritəsində müəyyən olunduğu məkanlardan, coğrafiyalardan biri olan Münxen coğrafiyasında artıq biz Cənab Prezidentin vaxtı ilə dəfələrlə qeyd etdiyi tezislərə, argumentlərə əsaslanaraq sualların verildiyini və bu istiqamətdə artıq tezislərin inkişaf etdirildiyinə şahidlik edirik. Digər tərəfdən, elə məzmun olaraq, mövzu olaraq Çin, eyni zamanda Avropa İttifaqının nümayəndəsinin orada olduğu bir dövrdə, baxın, mərkəzi xətt Azərbaycan idi. Azərbaycan Prezidentinin zamanında istər Avropa tərəfdən, istər Amerika Birləşmiş Ştatları tərəfindən, istər şimaldan, zaman-zaman cənubdan çoxsaylı maneələrlə qarşılaşdığı bir dövrdə biz həmin maneələrə baxmayaraq mövcud enerji xətlərinin, eyni zamanda daha çox əvvəlcə neft kəmərləri, enerji daşıyıcıları, daha sonra nəqliyyat xətləri çəkilməsini həyata keçirib Cənab İlham Əliyev.
Və bir daha deyirik, öz imkanlarımız hesabına kimsə bizə bunun üçün xüsusi bir yardım etməyib. Və zamanında dünyanın beyin mərkəzləri, hətta hesablaşılan beyin mərkəzləri bu layihələrin hamısının sadəcə bir boş olduğunu, fiyasko olduğunu iddia edirdilər. Dünyanın bugün hesablaşılan qazetləri, jurnalları, internet informasiya portalları, Azərbaycanın layihələrinin aşağılanması, Azərbaycan layihələrinin effektsizliyi barədə çoxsaylı məqalələr dərc edirdi. Amma görürsünüz, bu günləri nəhayət, nəticə etibarilə Avropa üçün də, dünyanın yeni güc mərkəzlərindən biri olan Çin üçün də Azərbaycan prezidentinin müəyyən etdiyi yol xəritəsi, o Transxəzər, eyni zamanda orta dəhlizin çox vacib segmenti kimi Azərbaycanın özünün hub kimi rolu artıq gündəmdir. Nəinki gündəmdir, bugün Qərb və Şərq arasında kommunikasiyanın, iqtisadi, ticari kommunikasiyanın ən vacib və ən etibarlı nöqtəsinə çevrilməkdədir. Və təbii ki, bu prosesdə yenə də maneələri qarşımıza çıxacaq. Bu maneələrlə biz dəfələrlə rastlaşmışıq, amma son nəticədə Azərbaycan prezidenti bugün bir daha göstərdi ki, biz istənilən maneəni dəf etməyə hazırıq və digər tərəfdən də əslində bizim dediklərimiz sadəcə sizi bir neçə addım qabaqladığımız göstərir. Vaxtilə bizim dediyimiz tezislərə siz indi gəlirsiniz. Əslində bu mənada proseslərin ümumi apavası kifayət qədər pozitiv oldu və cənab prezidentin bu çıxış əslində həm də ötən dövrə istinad etməklə, həm yeni baxış mənada bir ustad dərsi kimi xarakterizə oluna bilər. Peki, yəni biz bu proseslərin hamısı ilə bağlı həm məlumatlıydıq, həm də sözümüz deyilirdi. Çünki Prezident İlham Əliyevin özündən başlayaraq bizim Avropa təsisatlarında iştirakçılarımız, nümayəndələrimiz və s. bizim səsimizi kəsdilər aşmada. Nəyə görə? Nə baş vermişdi? Və ona görə də bax, indi özləri başa düşürlər ki, bəli, onlar dəyişilməlidirlər. Əgər söhbət mentalitetin formalaşmasından, yeni baxışlar üzərində köklənməsindən gedirsə, onda gərək ilk növbədə özlərindən başlasınlar. Necə bilirsiniz, Bəhruz müəllim, bax, bu hadisələrdən sonra, bu etiraflardan sonra birbaşa olmasa da bu dolayısıyla etiraflardır. Yəni, ali nümayəndə orada oturub bunların hamısını deyir. Bundan sonra yəni gözləməyə dəyərmi Avropanın özünün davranışında bir effektli bir belə dəyişikliklər biz görək? Maraqlı məqamdır. Mən Avropa İttifaqının heç bir formada islah olunduğu qənaətində deyiləm, aidiyyatı strukturlarında. Onlar sadəcə və sadəcə mövcud reallıqlara uyğunlaşırlar. Avropa İttifaqının aidiyyatı strukturları başa düşür ki, Cənubi Qafqazda getdikcə sözün əsl mənasında bu və ya digər formada nüfuzunu itirməkdə olan bir strukturun maraqlarını yalnız Azərbaycanla bərabər hüquqlu əməkdaşlıqda qorumaq olar. Onlar çox yaxşı başa düşür ki, xüsusən iqtisadi qanat və maliyyə qanadı başa düşür ki, Azərbaycan o veriləcək borcun, baxmayaraq ki, bizim kiminsə borcuna ehtiyacımız yoxdur və yaxud qurulacaq işin, qoyulacaq investisiyanın batmayacaq ölkədir. Azərbaycan lideri sözü imzası olan çox tək-tək 5 parmaq qədər dünyada sayacağımız insanlardan biridir, liderlərdən biridir. Və bu mənada onlar artıq davranışlarını və istiqamətlərini dəyişirlər. Amma siyasi aspektlərə gələndə və yaxud Avropa ölkələrinin ayrı-ayrı dövlətlərinin, parlamentlərinin qərarlarına biz diqqət etsək, liderlərinin bəyanatlarına diqqət etsək, Avropa parlamenti bugün hər bir imkanda Ermənistandan, o Ermənistan ki, Vətən müharibəsindən sonra və Vətən müharibəsindən əvvəlki dövrlərdə bir xüsusi radikal mövqeyi var idi. Onlardan daha betər radikallıq etməkdədirlər. Yəni, indiki məqamda bu vəziyyət Avropa İttifaqının aidiyyatı strukturlarının bizə sülh və yaxud bizə xoş niyyət ətası deyil. Bu, Cənab İlham Əliyevin yaratdığı konfigurasiyadır. Avropa İttifaqı özü sözün əsl mənasında qapan arasında qalıb. Avropa İttifaqı Rusiya üzərindən heç bir addım ata bilmir. Avropa İttifaqı üçün İran ərazisindən hansısa daşımaları həyata keçirmək sərfəli və etibarlı sayılmır. Baxmayaraq ki, bu və digər formada əməkdaşlıqları var. İndiki məqamda Azərbaycan həm sabit, stabil mövqeyinə görə, istər bölgədə hansısa münaqişənin qalmaması, münaqişə perspektivinin artıq olmaması, dövlət daxilində ciddi sabitlik, Azərbaycan dövlətinin, Azərbaycan prezidentinin qətiyyətli siyasəti nəticəsində qonşu dövlətlərin də siyasi durumunun aşağı-yuxarı buradan diktə olunması, həmin dövlətlərin suveren haqlarına müdaxilə edilmədən, Azərbaycan dövlətinin artan güc və imkanının, o cümlədən enerji təhlükəsizliyindəki rolunun hansısa formada siyasi üstünlük və xalqların beynəlxalq hüququn ümumi tanınmış normalarında əksini tapan prinsiplərdən qaynaqlanan, haqlarının pozulmasına yönəlməyən bu siyasəti ki var, onlar çox yaxşı bilir ki, bu siyasət bütövlükdə elə bölgədə sabitliyin qarantıdır. Belə bir məqamda əlbəttə ki, Avropa İttifaqı artıq ritorikasını dəyişməlidir. Xatırlayırıq, bilirsiniz, bu ritorikalardan biz zaman-zaman keçmişik, amma o dövrdə vəziyyət başqa idi.
və fürsətlər də tamamilə fərqli idi onlar üçün. Nə qədər ki, Azərbaycan ərazisində işğal var idi, təcavüz var idi, separatizm hökm sürürdü. Azərbaycan üzərində, Azərbaycanda milli iradənin hakimiyyətdə olmasına baxmayaraq, təzyiq rıçaqları, elementləri var idi. Var idi. Məsələn, ərazilərimizdə Azərbaycanın işğal altında olmayan ərazilərində onlar bir addım da ata bilmirdilər. Bizim aidiyyatı istər hüquq mühafizə orqanlarımız, ən əsas Cənab İlham Əliyevin iradəsi ilə formalaşan sistem burada bəd niyyətli quşun da Azərbaycan üzərindən, sərhədlərimiz kənarından daxilinə keçməsinə imkan vermirdi. Amma bizim işğal altında olan ərazilərimizdə artıq bizim nəzarətimiz hökm sürmədiyi üçün bu və ya digər formada istər bizim mənafelərimizlə bağlı, istər siyasi nüfuzumuzla bağlı xoş olmayan addımlar ata bilirdilər. Cənab İlham Əliyev bu rıçaqları aradan qaldırıb. Bugün artıq Azərbaycana onların hansısa formada təsir imkanları yoxdur. Üstəlik, ölkədə baş verən son hadisələri biz görürük, aidiyyəti keçirilən əməliyyatları görürük. Azərbaycan daxilində xaricdən qaynaqlanan hansısa siyasi dırnaqarası qüvvənin də hər hansı bir şansı yoxdur. Xalq milli iradənin ətrafında sıx birləşib. Belə bir məqam əlbəttə ki, beynəlxalq investisiya üçün müstəsna dərəcədə səmərəlidir. Və cazibəlidir. Cazibəlidir və ona görə də Avropa İttifaqının komissarlarının da, aidiyyatın nümayəndələrinin də Azərbaycanın yaratdığı bu reallıqları qəbul etməsi əslində öz maraqlarının təmininə yönəlib və bilirsiniz, biz heç kimə o tələbdə buluna bilmərik və o qənaətdə də deyilik ki, bütün dünya birləşsin və bizim maraqlarımızla oynasınlar. Qətiyyən, Azərbaycan prezidentinin də, siyasətinin də, özünün də böyüklüyü ondadır ki, hər kəsin maraqlarını dərk edir və o maraqların uzlaşdırılmış kombinasiyasını təşkil edə bilir. Bugün biz baxaq trip layihəsinə, Zəngəzur dəhliz üzərində trip layihəsi. Bəzən biz nədənsə bunlara alternativ baxırıq. Alternativ adlar deyil bunlar. Əslində ikisi də eyni. Məsələ ondan ibarət ki, Zəngəzur coğrafiyasında, Zəngəzur dəhliz üzərində bu da Azərbaycandan irəli gələn bir təşəbbüsdür. Bir mənalı şəkildə və bu mənada, baxın, bir müddət əvvələ qədər İran qatı əleyhinə idi. Rusiya ciddi ətalətin qorunmasının tərəfdarı idi. Amerika Birləşmiş Ştatlarının demokratlar iqtidarı Ermənistanın arxasında dayanmışdı, o cümlədən Avropa İttifaqı. Hansısa formada bu layihə realizə olunmasın. Amma baxın, Cənab İlham Əliyev, mən bir daha deyirəm, böyüklüyü ondadır ki, həm Amerika Birləşmiş Ştatlarının, həm İranın, həm Mərkəzi Asiyanın, yəni burada bu və ya digər formada çıxış edən, maraqlarını daha yaxşı qorumağa çalışan hər kəsin maraqlarını təmin etdi. Bu maraqların uzlaşması Azərbaycanın milli mənafələrinə, Azərbaycanın dövlət maraqlarına, xalqın mənafələrinə hansısa formada zid bir format təşkil etdimi? Qətiyyən. Maraqlar uzlaşdı. Artıq burada iqtisadi maraqları olan dövlətlər, məsələn, Amerika Birləşmiş Ştatları, heç bir qüvvə cənab Trumpı inandıra bilməz ki, burada yeni münaqişə Amerikaya fayda gətirəcək. Artıq onlar öz investisiyalarının, belə deyək, keşiyində dayanacaqlar. Yəni, reallıq bundan ibarətdir və bir daha deyirik, qulağa xoş gələn sözlər, bu ritorika, bunların hamısı Cənab İlham Əliyevin yaratdığı konfigurasiyasının onları deməyə məcbur etdiyi bir formatdır. Bunu necə ki, sülhü biz məcbur etmə qaydasında təmin etdik və bugün də artıq Ermənistandan gələn nidalar bizə sözün əsl mənasında artıq tədricən qane etməkdədir. Düzdür, vətəndaş cəmiyyətinin institutları və s. görürsünüz, hərdən fərqli yan çizmələr edirlər, amma son nəticədə Azərbaycanın müəyyən etdiyi yol xəritəsi çox uğurla davam edir. Bəli. O cümlədən də digər istiqamətlərdə, xarici siyasətdə artıq Azərbaycanın beynəlxalq hüququn nailliyini rəhbər tutaraq müəyyən etdiyi çox vektorlu kursunun böyük uğurlarına şahidlik edirik. Bəli, bu həqiqətdir ki, Azərbaycan dayanıqlı sülh üfüqunda həm çalışırdı, indiyə qədər də öz mövqeyindədir və biz də istəyimizə nail oluruq. Amma Ermənistan da burada gərək öz üzərinə düşən məsələlərin hamısının həllini təmin etsin. Necə ki, biz demişdik, ev tapşırıqlarını sona yetirsin və təbii biz bunu gözləyirik. Dünənləri artıq Münxendə bu konferans zəminində fəaliyyət başlamışdı. Hətta Prezident İlham Əliyevin görüşləri də olmuşdu, digər diskusiyalar və s. Orada demək panellərin birində belə bir fikir səslənmişdi ki, demək dünyanı idarə edən qanunvericilik bazası demək olar ki, istifaya göndərilib. Bax, bunu necə başa düşmək olar, Bəhruz müəllim? Yəni, bu kimin ideyası ola bilər? Bir nəfərin, bir dövlətin, bir təşkilatın. Bu, özü-özündə düzgün bir yanaşma deyil. Biz də bilirik ki, bəli, büdrüyür bu birliyin arxamızda olan bütün qanunverici bazasına, necə deyərlər, bir o qədər də indi etibar yoxdur.
Amma birmənalı demək ki, biz onu istifaya göndərmişik, o işləmir və gəlin kim nə istəyir onu eləsin. Axı buna imkan vermək olmaz. Onda elə xaosdan danışaq da. Onda gəlin hərci-mərciyi artıq qanuna mindirək, belə danışaq. Və mənə elə gəlir ki, bu məhz həmin o sülhə qarşı gedən qüvvələrin istəyidir ki, onlar artıq onu beyinlərində hardasa yaşadırlar və çalışırlar, bildirsinlər ki, bəli, o qanunlar işləmir. Axı işləyir və biz də bunu təsdiqləyirik. Bilirsiniz, əslində əvvəllər biz ayrı-ayrı transmilli cinayətkar şəbəkələrdən danışanda, terrorçu qruplaşmalardan danışanda radikal bəyanatları, radikal yanaşmaları dövlətdən kənar, ayrıca strukturların, qrupların, ideologiyaların dilindən eşidirdik. Amma çox təəssüflər olsun ki, bugün zərərli ideyalar ayrı-ayrı dövlətlərin dövlət siyasəti çərçivəsində gündəmə gəlir. Parlamentlərdən səslənir, o cümlədən Avropa Parlamenti bugün faktiki olaraq özünü terrorizm, separatizmin əsas müdafiəçilərindən biri kimi aparır. Əlbəttə, bilirsiniz, o Sovet dövləti qurularkən o zaman belə bir ideyalar var idi. İstinad olunan ideyalar ki, aşağılar əvvəlki qaydada yaşamaq istəmir, yuxarılar əvvəlki qaydada idarə edə bilmir. Bugün də faktiki olaraq dünyanın mövcud geosiyasi sistemi nə qeyd olunan formada yaşanmanı tələb edə bilmir, nə də idarə etməni tələb edə bilmir. Ona görə də çox saylı, müsbətli, mənfili ideoloji baxışlar meydana çıxır. Amma sevindirici haldır ki, biz hələ çox şeyi itirməmişik və eyni zamanda da, məsələn, Azərbaycana münasibətdə, bəli, biz arzu etməzdik ki, gücün hüququ ilə diktə edək. Amma başqa yolumuz qalmadı və sevindirici haldır ki, bugün yeganə nümunədə Azərbaycan nümunəsi, hansı ki, gücün hüququ ilə beynəlxalq hüququn aliliyini təmin etdi. Belə olan təqdirdə və çox sevindirici haldır ki, elə, məsələn, Sülh Şurası yaranır, bunu BMT-nin əvəzləyəcəyi ilə bağlı məqamlar səslənir, digər bölgələrdə buna cəhdlər var və bu cəhdlərin hamısında Azərbaycan prezidentinin, Azərbaycan dövlətinin yaratdığı nümunəyə müraciət olunur. Bu, əslində, qeyd etdiyimiz kimi, uğurlu yanaşmadır və proseslərin istiqamətinin doğruya doğru getdiyini göstərməkdədir. Amma bütövlükdə əlbəttə ki, bugün bizim ittiham mühakimə edəcəyimiz çox məsələlər, çox ideyalar var. Amma nəticə etibarilə biz axı o ideyaların hamısına qarşı mübarizədə birbaşa öndə ola bilərik, amma həll edici güc deyilik. Biraz bundan öncə hörmətli Sahil müəllim də dedi, dünyanı tək bir dövlət idarə etmir, dünyada proseslər eyni zamanda tək bizdən də asılı deyil. İndiki məqamda biz regionumuza görə, özümüzə görə sərhədlərimiz daxilində cavabdeyik. Amma nəticə etibarilə Cənab İlham Əliyev elə bir geosiyasi konfigurasiya formalaşdırıb ki, artıq biz bölgəyə görə cavabdeylik daşıya bilirik. Tədricən yaxın şərqdə, eyni zamanda Mərkəzi Asiya münasibətdə söz sahibiyik. Baxın, elə biraz öncə Cənab İlham Əliyev dedi ki, Mərkəzi Asiya dövlətlərini yaddan çıxartmayaq. Bu oxşayır bir müddət öncə 2000-lərin 2010-a qədərki dövrdə idi. Türkiyə burada yoxdur, biz buradayıq. Biz buradayıq. Yəni, Cənab Prezident göstərir ki, əslində artıq Azərbaycanın başqalarının haqlarını, hüquqlarını müdafiə edəcək imkanları genişlənir. Əvvəl yalnız Türkiyə barədə danışa bilirdiksə, artıq Mərkəzi Asiya barədə danışacağıq və hər kəs əmin olsun, sabah biz Gürcüstan barədə, Ermənistan barədə də bunu deyə biləcəyik. Sadəcə zaman lazımdır və sevindirici halıdır ki, zaman lehimizə işləyir.